təbəddülatlar. Bu ictimai təbəddülat, böhranlar bəzən xeyrin müqəddiməsi olur. Bugünkü dövrlə də müqayisə eləyəndə, mən çıxış eləyəndə orada-burada bu sözü demişəm, mənim şəxsi fikrimdir. İslam dünyasında olan bu münaqişələr, bu qanlı müharibələr, bu ixtilafların mənfi tərəfləri çoxdursa da, mən düşünürəm bunun müsbət tərəfləri də var. Bu çalxalanma olmasa durulma olmayacaq. Bilirsiniz, bir böhrana daxil olur və sonra çıxış yolu axtarılır. Bu, ümumiyyətlə, o proses mənim fikrimcə bunun müsbət cəhətləri də çoxdur bugün İslam dünyasında baş verənlərin. Bu münaqişə qaçılmaz idi. Biz düzdür bunu arzu etmirik və çalışırıq ki, bunun qarşısını alaq. Bu prosesin getməsi nəticədə həm çıxış yolu axtarmağa, həm xilaskar axtarmağa yönəlir. Mən ümid edirəm ki, bu münaqişənin sonu İmam Zamanın zuhuru ilə nəticələnər. Yəni, bu ümid var. Çünki bu münaqişələrin bir xeyri də var. Çünki tarixdə son dövrlərdə belə ciddi fazaya daxil olmamışdır bu münaqişə. Artıq elə bil ki, bloklaşma gedir. Hər kəs mövqeyin bəlli edir. Yəni, kəskinləşir bu qarşı durma. Bu bizi məyus eləməməlidir. Düzdür, narahatçılığa əsas var, amma mən tam əminəm ki, bu özü bir müsbət dəyişikliklərin müjdəçisidir. Yeni vəziyyətin yaranmasına səbəb olur. Bu qaçılmaz idi. Bu konflikt yaranmalıydı. Hətta, məsələn, Şiə məzhəbindən olanların Şiə kimliyi indi daha çox qabarır, anlayırlar. Ümumiyyətlə, Əhl-i Beytə bağlılıq daha da möhkəmlənir. Bəzən bir xatırladı, özünə qayıdışdır bu. Ümumiyyətlə, Şiə kimliyinə daha da möhkəm bağlanmağa səbəb olur və eyni zamanda da Əhl-i Sünnətdən olan qardaşlarımızın da burada haqlı tərəfi görməsinə zəmin yaranır tədricən. Yəni, artıq proseslər üzü o yana gedir ki, görsənir yavaş-yavaş və insanlar da görür ki, kimlə kim qarşı-qarşıya dayanır. Quranın təqdim elədiyi o sistem, həmin onun başında kimlər dayanır, bunlar kimlə düşmənçilik edir? Yəni, bu, bəlkə də biraz haşiyə çıxıram, amma mən istəyirəm tarixi ilə biraz da günümüzlə əlaqələndirək.